Hazırda elə İran-Amerika Birləşmiş Ştatları münasibətlərini bir müzakirə edək. Çünki bir-birinə təzadlı olan bəzi açıqlamalar verilir. Məsələn, İran tərəfi deyir ki, biz razılaşmanın mətnini hazırlayırıq. Hansı ki, 26 fevral tarixində görüşdə bu mətni Amerikaya təqdim eləyəcəyik. Amerika Birləşmiş Ştatlarının atdığı addımlara baxanda isə görürük ki, İran ətrafında həm donanma baxımından, həm qırıcı təyyarələr baxımından sıx bir mənzərə mövcuddur. Bu da onu deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatlarının əsas məqsədi İrana hücum etməkdir. Amma digər siyasi maneələr də var ki, o Trump'ı biraz geri addım atmağa məcbur edir. Yəni indiki məqamda İrana hücum etmək normal hesab edilməyə bilər. Gəlin bütün bunları siyasi şərhçi Əhməd Şahidovla danışaq. Əhməd bəy, xoş gəlmişsiniz. Salamlayıram sizi. Mən təklif edərdim, əvvəlcə İran tərəfinin bir açıqlaması var, onunla tanış olaq. İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəqai'nin açıqlamalarından söhbət gedir. İran Xarici İşlər Nazirliyinin sözcüsü vurğulayıb ki, məhdud hücum anlayışı mövcud deyil və hər hansı hərbi zərbə təcavüz aktı kimi dəyərləndirilir. İstənilən dövlət bunu təcavüz saya bilər və beynəlxalq hüquqa uyğun olaraq qətiyyətli cavab verər. İranın mümkün reaksiyası da bu prinsipə əsaslanacaq. Birləşmiş Ştatlarla razılaşmanın mərkəzində sanksiyaların ləğvi dayanır və bu addım ABŞ tərəfindən həyata keçirilməli, həmçinin praktik şəkildə icra olunmalıdır. Əhməd bəy, məsələnin qaynağı və kökü nədən ibarətdir? Deyilənlərə görə ABŞ qısa müddətli, konkret bir neçə hədəfə zərbə endirməklə məhdud əməliyyatlar keçirməli idi və bu iddialara da İran Xarici İşlər Nazirliyinin sözcüsü cavab verib, deyir, bunun, yəni hücumun məhdudu, genişi yoxdur, hücum elə hücumdur, hər bir halda biz onu bir müharibə aktı kimi dəyərləndirəcəyik. Təbii İranın prizmasından yanaşsaq, qısa müddətli olsun, uzun müddətli olsun, bir ölkənin suveren ərazilərinə hücum bu müharibə aktıdır və İran da buna qarşılıq verməyə hazırlaşır. Ümumiyyətlə, bugün İranla bağlı məsələyə baxsaq, masada 3 proses eyni anda gedir. Birinci, təbii ki, sülh danışıqlarıdır. Bugün Cenevrədə aktiv şəkildə vasitəçi ölkələrin iştirakı ilə ABŞ və İran danışıqları gedir. Masada nə müzakirə olunur? İranın nüvə araşdırmaları dayandırılmalıdır, uranın zənginləşdirilməsi dayandırılmalıdır ki, bu əsas müzakirə predmetidir. Təbii ki, İranın da şərtləri var, İrana yönəlik sanksiyaların aradan qaldırılması və digər məsələlər. Burada paralel şəkildə hərbi senaridə gündəmdədir. Bugün hər iki tərəf, məsələn, Amerika Birləşmiş Ştatları yaxın şərq hövzəsində, Fars körfəzində artıq indiyə qədər tarixdə görünməmiş ən böyük hərbi və dəniz donanmasını toplayıb və bölgədəki ABŞ hərbi bazaları da tam hazırlıq vəziyyətinə gətirilib. İranın da buna cavabı özünü gözlətməyib. Son həftələr ərzində Rusiyadan və Çindən yük təyyarələri, hərbi yük təyyarələri İrana ardıcıl səfərlər edirlər. İran olası bir hücuma asimetrik cavab verəcəyini bildirir. Birbaşa ABŞ ərazisinə çatacaq bir gücü imkanı olmasa da ABŞ-ın bölgədəki hərbi bazalarına, müttəfiq ölkələrə və İsrailə uzun mənzilli raketlərlə hücum edəcəyini bildirir ki, bu ikinci bir senaridir və bugün İran daxilində də vəziyyət yenə qarışır. Bugün İranda universitetlərdə tələbələr yenə etiraz aksiyaları keçirirlər, təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verməkdədir. Görünən odur ki, müxtəlif proseslər, 3 müxtəlif proses eyni anda baş verir və ABŞ prezidenti Donald Trump'ın son açıqlaması onu deməyə əsas verir ki, Donald Trump bildirdi ki, İran İslam Respublikası heç bir zaman nüvə silahına malik olmayacaq. Ya bunu danışıqlar yolu ilə, ya da digər yollarla həll eləyəcəyik və o digər yol elə hərbi müdaxiləni özündə əks etdirir və ötən ilin iyun ayında 12 günlük müharibə bir daha hər iki tərəf üçün müəyyən dərslər çıxarmış oldu və ABŞ bu dəfə yaxın şərqə daha çox hərbi və dəniz donanmasını, hava dəniz donanmasını toplamaqla düşünmürəm ki, geniş miqyaslı hərbi əməliyyata risk eləsin, amma bununla bir güc nümayişi göstərir və İranı çəkindirməyə, bu bir çəkindirici addımdır və danışıqlar masasında İranın
daha çox kompromisə getməyə razı salmağa çalışır. Kompromis nədən ibarətdir? Ümumiyyətlə birmənalı olaraq bu uranın zənginləşdirilməsi niyyətindən vaz keçilir. Daha sonra hətta uzaq perspektivdə ABŞ istəyir ki, yaxın şərqdəki İranın proksi qüvvələri var, İraqda Şiə milisləri, Livanda Hizbullah, digər Suriya ərazisində qüvvələr, Yəməndə Husilər var ki, onları da bu danışıqlar paketinə daxil eləmək istəyir ki, həmin qüvvələr də fəaliyyətini dayandırmalıdır və növbəti mərhələdə təbii ki, İrandan tələb olunur ki, uzaq mənzilli raketlərin istehsalı dayandırılsın ki, bu da gələcəkdə yaxın şərqdə ABŞ-ın ən böyük müttəfiqi olan İsrailin təhlükəsizliyinin təmin olunması üçün atılır. Amma İran təbii ki, buna razı deyil. İran hələ ki, nüvə araşdırmalarının, uranın zənginləşdirilməsinin dayandırılması üzərində. Bunun da qarşılığında sanksiyaların aradan qaldırılması məsələsi var. Hər iki tərəf bu dəqiqə hər iki senariya hazırdır. Bir tərəfdən sülh danışıqları Cenevrədə davam elətdirilir. İkinci plan isə hərbi plandır ki, hər iki tərəf buna hazır. Əhməd bəy, ümumiyyətlə bir neçə həftədir ki, Amerika Birləşmiş Ştatlarının hərbi təzyiqinin şahidi oluruq. Düzdür, atəş açılmasa belə, yenə o qırıcıların ora toplanması, donanmanın ora gəlməsi çox vahiməli bir görüntü yaradır İran ətrafında. Ondan sonra Cenevrə görüşləri oldu, müxtəlif təmasların şahidi olduq. Siz nə hiss edirsiniz? Ən azı bu hərbi göstərişli təzyiqlərin İranın heç olmasa biraz da geri addım atması müşahidə olunur, yoxsa yox? Müəyyən müşahidələr var. İstər Xarici İşlər Naziri Abbas Arakçı olsun, istər İranın ali dini lideri Xameyni bildirib ki, İran öz suverenliyindən, milli ləyaqətindən vaz keçməyəcək, amma ABŞ-la danışıqları da aparmaq niyyətindədir. Bu artıq ötən ilki İranın mövqeyindən bir qədər fərqlidir. Təbii ki, İran tam kapitulyasiya aktına imza ata bilməz. Bu, İran kimi böyük bir ölkəyə ümumiyyətlə onların dini ideologiyasına ziddir. Hətta Donald Trump da müsahibələrinin birində bildirdi ki, qəribədir ki, bu qədər pressingə baxmayaraq İran hələ də tam təslim olmur. Bu, ümumiyyətlə o İran dini rejiminin, şiəliyin ruhuna bir ziddir ki, bu tam kapitulyasiya təslim olmaq onlar üçün əsla qəbul edilməzdir. Çünki Xamneyi hakimiyyəti tamamən tarixdən silinə bilər, daxilən onlara qarşı etiraz aksiyaları. Digər tərəfdən ABŞ və İsrail bununla dayanmayacaq. Bir güzəştə getsə İran növbəti mərhələdə daha çox tələblər olacaq. Amma hələ ki nüvə məsələsində, uranın zənginləşdirilməsi məsələsində İran artıq güzəştə gedir. Bunu tam olmasa da minimuma endirməklə bağlı razılığa gəlinir. Amma konkret bir söz demirlər yenə də. Məsələn, Xameneyi açıqlamalarında biz tam olaraq imtina etməyəcəyik açıqlamasını verir. İranın rəsmi açıqlaması odur ki, bu uranın zənginləşdirilməsi sırf mülkü məqsəd daşıyır. Heç bir halda İran nüvə silahına sahib olmaqla bağlı bir plan qurmur. Amma İsrail tərəfi iddia edir ki, xeyr, yaxın vaxtlarda İran nüvə silahı əldə eləyə bilər. Bu baxımdan düşünürəm ki, İranın mövqeyində bir qədər yumşalma var. Amma bu tam şəkildə kapitulyasiya aktı deyil və düşünürəm ki, tərəflər sülhlə bağlı hər hansı bir razılığa gəlməsələr, Amerika Birləşmiş Ştatları az öncə dediyim kimi qısa müddətli bir hərbi əməliyyat həyata keçirə bilər. Konkret nüvə obyektlərinə hava zərbələri və ya hərbi infrastrukturlara zərbələr endirilə bilər ki, bunu da İran tərəfi artıq indidən hücum, müharibə aktı kimi qiymətləndirir və buna cavab veriləcəyini bildirir. Cavab da nə ola bilər? ABŞ-ın bölgədəki hərbi bazalarına, müttəfiqlərin hərbi bazalarına və İsrailə yönəlik müəyyən ballistik raketlər, uzun mənzilli raketlər ata bilər. Deməli, ayın 26-sında Cenevrədə növbəti görüşlər olacaq. Amerika Birləşmiş Ştatları ilə İran arasında hər iki tərəf belə baxırıq ki, ciddi hazırlaşır. İran ələlxüsus bu ciddiyyətə fikir verir. Ola bilərmi ki, bu son görüş olsun hücumdan qabaq və ya hərbi münaqişədən qabaq? Analoji görüş bilirsiniz ki, Omanda da baş vermişdi. Ötən il hətta sonuncu yekun görüş olasıydı. Bu görüşdən saatlar öncə İsrail yəni iddialara görə ABŞ-da razılaşdırmadan İrana hücum elədi. Sonradan Amerika Birləşmiş Ştatları B-2 strateji bombardımançılarla bu əməliyyata qoşulmaq məcburiyyətində qaldı. Düşünürəm ki, İranla ABŞ arasında hər hansı bir razılaşma bugün bölgədə İsrailin maraqlarına xidmət eləmir. İsrail öz
arxasında Amerika Birləşmiş Ştatlarının tam şəkildə dəstəyini hiss elədiyindən ola bilər ki, ilk növbədə İsrail İrana qarşı hər hansı bir zərbələr edilsin və İranın da cavab zərbələri ilə artıq yenə bu danışıqlar prosesi pozulsun. Amma Cenevrədə də konkret bir razılığa gəlinəcəyini düşünmürəm. Çünki ABŞ-ın da irəli sürdüyü şərtlər bugün üçün, İran üçün əsla qəbul edilən deyil. İranın da qarşılıq olaraq irəli sürdüyü şərtlər var. Sanksiyaların aradan qaldırılması ki, bu ümumiyyətlə ABŞ-ın, İsrailin, Qərbin maraqlarına uyğun deyil. Amma İrana qarşı tam şəkildə geniş miqyaslı müharibə də özü böyük məsuliyyət və xərc tələb eləyir. İranın da ata biləcəyi addımlar var və İranın Xarici naziri Abbas Arakçı da bildirib ki, İrana qarşı müharibə bölgə sərhədlərini aşacaq. Bu əslində onu göstərir ki, İran təkcə öz sərhədləri daxilində müharibə aparmayacaq. Elə Hörmüz boğazını bağlasa, dünya neft bazarında qiymətlər yüksəlməyə doğru gedəcək və bölgədəki ABŞ hərbi bazalarına qarşı və ya İsrailin ərazilərinə uzun mənzilli raketlər ata bilər ki, bu ümumiyyətlə bu müharibənin miqyasını genişləndirir. Bu ABŞ üçün də arzu olunan deyil. Çünki İrana məxsus proksi qüvvələr istər İraqda, Suriyədə, Yəməndə, Livanda olsun, onlar da aktivləşə bilərlər. Ona görə hələ ki danışıqlar yolu ilə bu məsələni həll etməyə çalışırlar və tam şəkildə ABŞ-ın şərtləri qəbul olunmasa da bir qismi paket şəklində həll olunsa, düşünürəm ki, növbəti mərhələdə ABŞ-İran danışıqları davam edə bilər. İndi bunu Cenevrədə 3 gündən sonra baş tutacaq görüşdə daha dəqiq biləcəyik. Yeri gəlmişkən bu görüşdə Beynəlxalq Atom Agentliyinin baş direktoru Rafael Grossi də iştirak edəcək. Yəni belə bir ehtimal var, bir açıqlama da mövcuddur. Grossinin orada iştirak etməsinin faydası nədir tərəflər üçün? Ümumiyyətlə, təbii ki, nüvə məsələsi müzakirə olunur, uranın zənginləşdirilməsinin dayandırılması. Əgər bununla bağlı razılıq əldə olunarsa, Beynəlxalq Atom Agentliyinin nümayəndələrinin İran ərazisinə buraxılması, həmin nüvə obyektlərində müşahidə analizlərinin aparılması nəzərdə tutulur ki, bu bir neçə il öncə İran buna icazə vermişdi. Sonradan bildirdi ki, həmin müşahidəçilər burada kəşfiyyat xarakterli işlər aparır deyə o Beynəlxalq Atom Agentliyinin əməkdaşlarının İrana daxil olması qadağan edildi və düşünürəm ki, əgər ABŞ-la İran arasında bu razılıq əldə olunarsa, yerində prosesi araşdırmaq üçün Beynəlxalq Atom Agentliyinin, Enerjisi Agentliyinin əməkdaşları da ora buraxılacaq. Ona görə bu agentliyin rəhbərinin bu danışıqlarda iştirakı nəzərdə tutulur. İran maraqlıdır. Niyə Atom Agentliyinin əməkdaşlarını ora buraxmır və israrlıdır onları əraziyə buraxmamaqda. Əgər doğrudan da hər şey dinc nüvə məqsədləri üçün nəzərdə tutulubsa İranda, buna imkan vermirlər ki, Grossi də işin görsün. Təbii ki, İranın uzaq perspektivdə, İran hələ ki bu nüvə araşdırmalarını tam yekunlaşdırmayıb, hələ ki bunu aparır və bütün dünyaya bəyan eləyir ki, dinc xarakterli bir nüvə araşdırması. Təbii ki, biz atom bombasına sahib olmaq istəyirik deyə açıq bir bəyanat verilə bilməz. Bugün elə İsrailin də nüvə silahına sahib olduğu bildirilir, amma İsrail rəsmiləri bunu təkzib edirlər, bunu etiraf eləmirlər. İran da bunu səssiz şəkildə həyata keçirir və ABŞ-ın, İsrailin də qorxusu ondan ibarətdir ki, ona görə ehtiyat edirlər ki, İran bu dinc məqsədlə aparmaq istədiyi bu nüvə araşdırmalarını gələcəkdə nüvə silahına əldə olunmaq, Rusiyanın, Çinin dəstəyi ilə nüvə silahına əldə olarsa, İran bunu birbaşa yaxın şərqdə İsrailə qarşı istifadə edəcək ki, bu əsla qəbul edilməzdir. Buna görə ABŞ danışıqlar masasında əsas tələb olaraq nüvə araşdırmasından, atomun, uranın zənginləşdirilməsindən imtinanı əsas şərt kimi qoyub. Digər məsələlər də təbii ki, az öncə dediyim kimi raket istehsalının dayandırılması, yaxın şərqdəki proksilərin dəstəklənməsini dayandırmaq, ümumiyyətlə İsrailin bölgədəki bütün maraqlarına olan təhdidlər ki, İran tərəfindən qaynaqlanır, bunların hamısının dayandırılması Tehrandan tələb olunan əsas şərtlərdir. Və son olaraq birdən ayın 26-sından sonra İrana hücum reallaşarsa, burada Avropa ölkələrinin, Avropa İttifaqının mövqeyi, yanaşması və ilkin addımları nədən ibarət olacaq? Ümumiyyətlə Avropa İttifaqı, belə deyək, Amerika Birləşmiş Ştatlarının bir köməkçi
uzantısıdır. Yəni Amerika Birləşmiş Ştatları İrana hücum barədə qərar verirsə, Avropa İttifaqı bunu ancaq dəstəkləyəcək. Təkcə İranla bağlı məsələ deyil, digər məsələlərdə də heç bir Avropa İttifaqı üzvü olan ölkə İrana dəstəyini ifadə edə bilməz. Təbii ki, bəzi ölkələr vasitəçi rolunda fəaliyyətini göstərə bilər ki, bu bombalanmadan sonra belə müharibədən, post-müharibə dövründə yenə İranla kommunikasiya yaradıla bilsin. Amma düşünmürəm ki, Avropa İttifaqı ABŞ-ın İrana qarşı bu hücumuna sərt şəkildə etiraz bildirsin. Humanitar məsələləri önə çəkə bilərlər. Dinc əhalinin təhlükəsinin təmin olunması məsələsini ki, bunu biz keçən 12 günlük müharibədə də gördük. Bəzi Avropa ölkələri bəyan elədilər ki, bombalaman zamanı dinc əhali zərər görməməlidir. Bu bəyanatlardan kənara çıxa bilməz Avropa İttifaqı. Amerika Birləşmiş Ştatları, İsrail istədiyi an qərar verib İranı bombalaya bilərlər. İranın da buna cavabı asimetrik olacaq. ABŞ-ın hərbi bazalarına qarşı istər Qətər ərazisində, istər digər Körfəz bölgəsində və ya İsrail ərazilərinə bu raketləri istifadə edəcək. Nə dərəcədə effektiv olacaq, bunu ötən ilki müharibə də göstərdi. Amma ən azından İran bu dirənişdə davam edir. Mən düşünmürəm ki, İran tam kapitulyasiya aktı imzalayıb ABŞ-ın bütün şərtlərinlə razılaşacaq. Bu İran üçün elə son demək. Bir də Rusiya amilini gəlin burada vurğulayaq. Rusiyaya bu dəqiqə çox güman ki, lazım deyil. Amerika İranı bombalasın və ya hansısa formada hücum eləsin. Bu senari çərçivəsində Rusiyanın alternativləri nədən ibarətdir? Ümumiyyətlə, Rusiya artıq 4 ildir ki, Ukrayna müharibəsi davam eləyir. Bu 4 il ərzində Rusiya Ukrayna bataqlığına o qədər dərinliyə girib ki, dünyada onun maraq dairəsində olan bir çox bölgələrdə artıq nələrin baş verdiyini fərqinə varır, amma təsir imkanları sıfır eləyir. Bugün Venezuelada baş verənlər Rusiyanın ən yaxın müttəfiqi idi. Rusiya heç bir şey edə bilmədi. Bugün Suriyada hakimiyyət dəyişikliyi oldu. Putinin ən yaxın müttəfiqi hakimiyyətdən getdi. Rusiya heç nə edə bilmir. Bugün Cənubi Qafqazda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında sülh prosesi, ABŞ-ın bölgəyə daxil olması Rusiyanın iradəsindən kənarda baş verir. Rusiya artıq əvvəlki gücündə deyil. Təbii ki, müttəfiqlərindən biri olaraq İranın da zəif olmasını istəməz. Buna görə imkanı daxilində müəyyən hərbi yardımlar edir. Hətta deyilənə görə Su-34 hərbi qırıcıları da İrana verilib. Amma İranı xilas edəcək gücdə deyil Rusiya. Rusiyanın edə biləcəyi ən son variant İranın ali dini liderlərini, hakimiyyət eşalonunda təmsil olunan şəxsləri İrandan evakuasiya edib Rusiyaya aparmaq, orada onlara siyasi sığınacaq vermək. Bunun xaricində İranın konkret olaraq ABŞ və İsrail hücumu qarşısında Rusiyanın İrana hər hansı bir dəstəyini mən təsəvvür edə bilmirəm. Əhməd bəy, çox sağ olun. Təşəkkür edirəm sizə suallarımızı cavablandırdığınıza görə. Studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovla danışdıq. İran-Amerika Birləşmiş Ştatları mövzusu hələ də aktual olaraq qalır və hər dəqiqə demək olar ki, yeni xəbərlər tirajlanır bu ölkələrin münasibətləri istiqamətində. Ayın 26-sı Cenevrədə növbəti görüş olacaq və Beynəlxalq Atom Agentliyinin rəhbəri Rafael Grossi də bu görüşdə iştirak ediləcək. Belə bir proqnoz verilir. 26-sı həlledici gün hesab edilə bilər. Ya müharibə, ya da ümumiyyətlə razılaşma. Ekspertlərin yanaşmasına baxanda belə bir fikri ifadə etmək mümkündür.